Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün etmiş olduğumuz alışverişi sizlərlə paylaşıram. Mənə ən böyük dəstəyiniz kanalıma abunə olub videomu bəyənib şərt bölməsində şərtlərinizi yazmağı unutmayın. Dəstəyiniz üçün isə hər birinizə əvvəlcədən təşəkkür edirəm. 1 kilo qanat, 350 qram toyuq filesi, 3 ədəd 1 litr yarımlıq tərxun, 2 ədəd düşez, və belə bir içki, Nigara'da adı, bu barbarislidir. Birini isə bubblegum'la almışam. 3 kilo pomidor, 1 kilo badımcan, 1 kilo şirin biber və 3-4 ədəd acı biber, 5 kilo soğan, 3 kilo xiyar, 1 kilo vişnə, 1 kutu xurma, yarım kilo noxud, yarım kilodan çoxdur, yarım kilo kişmiş, 5 kilo, daha sonra 2 ədəd şah düyüsü, yenə Besta yox idi, bundan aldım. 3 kilo 7 şeker tuzu, daha sonra 15 ədəd şekerli vanilin, belə 5'li kabartma tozu, 1 kutu yodlaşdırılmış duz, 1 paçka quru maya, 1 ədəd 1 kiloluk bismak unu, daha sonra kilosu 9 manat 99 qəpik olan Holland pendiri aldım. Mən aldığım 2 manat 28 qəpiklikdir. Daha sonra 1 kutu kakao. Bazar store'dan almışam. Bu göstərdiklərimi. Bazar store'dan belə bir şokolad aldım. Qarışıq almışam. Bunun kilosu 17 manat 69 qəpik idi. Daha sonra belə qarışıq şokolad aldım. Bunun da kilosu 19 manat 90 qəpik idi. Sonra belə bir şokolad aldım. Hər dəfə alıram bundan. Bu da vişnəlidir. Bunun kilosu 15 manat 45 qəpik idi. Bu vişnəli şokoladdan aldım. Bunun kilosu endirmə düşmüşdü. 9 manat 99 qəpik idi. Bu şokoladdan aldım. Bunun ise kilosu 19 manat 99 qəpik idi. Və bazar store'dan yenə belə bir südlü konfet. Bunun ise kilosu 8 manat 11 qəpik idi. Mən də bu qədər almışam. Bunun kilosu 11 manat 99 qəpik idi. Mən 2 manat 1 qəpiklik almışam. Daha sonra belə bir şokolad almışam. Bunun kilosu 11 manat 50 qəpik idi. 2 manat 21 qəpiklik almışam. Yenə bu marmeladlı konfetdən almışam. 7 manat 5 qəpik idi bunun kilosu.
Bunun isə kilosu 7 manat 65 qəpik almışam. Forma konfetdir. Və belə bir bu kiçik konfetlər 13 manat 50 qəpiyə bunun kilosu. Bu hazır satışda vardı. Hələ götürdüm. Bir ədəd orman meyvəli rolet. Bir banka atlaşdırılmış süt. Bir kutu 250 qramlıq qarabeta. Bir kutu belə bir simetan götürdüm. Geçen dəfə də almışdım. 380 qramlıq. Bir ədəd möcüzənin 2 litrlik bitki yağını. İki ədəd 16'lı hazır kəsilmiş bişirmə kağızı. 2 paçka penyerin paket, salafanı, qab yuma süngəri. Belə tük falan yığılır. Bunun divanın üstünü falan bundan təmizləyirəm. Yəni tükü falan yığıram. Belə ağca qanad dərmanı, bir paçka nəm salfetka, bir ədəd praksinin neti, bir ədəd belə bir toz sanezeri falan təmizləmək üçün. Keçən dəfə bundan almışdım. Dedim istifadə edəcəm. Qoxusu çox gözəldir. Çox bəyəndim. Belə bundan da bir ədəd aldım. Keçən dəfə almışdım. Yaxşı təmizləyir. Persoldu. Bundan da bir ədəd almışam. 2 ədəd yəni uşaq paraşoku. 2 kutu blueberry meyvəli yoğurt. Bir ədədi 1 manat 69 qəpiyyədir. Mən də 2 ədəd aldım. Daha sonra 2 kilo belə İran istehsalı olan kərə yağı. 4'lü paketdir. İçərisində 4 ədəd 250 qramlıq. Daha sonra 1 kilodan çox banan. Bir ədəd Old Spice'ın antiperspirantı. Bir ədəd mavi güc aspiroxun. Bir ədəd ABC'nin çamaşır suyu. Bir kutu domestos. Bir kutu evdən özlərinə heldaş olur şampunu alıblar. Belə qab yuma mayesi bir ədəd. Və Aura'nın 6'lı mətbəx dəsmalını aldım. Aldıqlarım bunlar idi. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.